valideynlərin uşaqlarını dini yaşamağa məcbur etmə haqqları varmı? Bilirsiniz, hər bir insan müsəlman kimi doğulur. Sonra onun valideynləri onu məcusi eləyir, cühud eləyir, bir də xaçpərəst eləyir. Hər bir insan övladı müsəlman kimi doğulur. Yəni, tək Allahı tanıyır və ona şərik qoşmur. Lakin valideynlər, bilirsiniz, valideynlər məcbur eləyə bilər. Valideynlər başqa şey məcbur eləyə bilərlər. Məsələn, oxumağı. Məcbur eləyə bilərlər. Eləyirlər. Yoxsa oxumağı da məcbur eləmirlər. Yəni, dünyaya aid olan məsələləri məcbur eləmək olar. Axirətə aid olan, dünya və axirətə aid olan məsələlərə məcbur eləmək olmaz. Onda məcbur eləmək, onda toxunmayaq heç nə. Nə istəyirlər eləsinlər. Avropada bəzi ölkələrdə hətta neçə yaşacan, sən deyə bilməzsən ki, bu oğlandır yoxsa qız. Neçə bir yaşa çatandan sonra özü seçəcək, bu qızdır və ya oğlan. Avropa aşıqlarını deyirəm bunu. Məcbur bilirsiniz, tələb eləyə bilər. Necə ki, tələb eləyir oxumağı, necə tələb eləyir bunu eləmə, necə tələb eləyir bunu elə, necə tələb eləyir bura getmə, bura get. Valideyn məsuliyyət daşıyır axı övladı səndə.